Bakıda restoran və kafelərə maraq artır. Əhali bir ayda 117,7 milyon manat xərcləyib. 2026-cı ilin yanvar ayında paytaxtda ictimai yaşayış sektorunda dövriyyə əhəmiyyətli dərəcədə artıb. Bakı Şəhər Statistika İdarəsi tərəfindən yayılan məlumata görə Bakı şəhərində restoran, kafe və digər ictimai yaşayış obyektlərinin dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10% artaraq 117,7 milyon manata çatıb. Statistikaya əsasən ümumi dövriyyənin böyük hissəsi hüquqi şəxslərin payına düşüb. Belə ki, 91,8 milyon manatlıq dövriyyə hüquqi şəxslər tərəfindən formalaşıb və bu göstərici ümumi bazarın 77,9%-ni təşkil edib. Qalan hissə isə fərdi sahibkarların fəaliyyət göstərdiyi kafe və yaşayış obyektlərinin payına düşür. Mütəxəssislərin fikrincə, ictimai yaşayış sektorunda müşahidə olunan artım bir neçə amillə bağlıdır. Paytaxt əhalinin gəlirlərinin nisbətən artması turizm axınının bərpası, eləcə də insanların istirahət və sosial həyat üçün restoran və kafelərə daha çox üstünlük verməsi sektorun dövriyyəsinə müsbət təsir göstərir. Eyni zamanda Bakıda yeni restoran və yaşam məkanlarının açılması, xidmət keyfiyyətinin yüksəlməsi və müxtəlif mətbəxlərin təqdim olunması da bazarın genişlənməsinə səbəb olur. Bu tendensiya paytaxtın xidmət sektorunun ümumi iqtisadi aktivliyində də özünü göstərir. İqtisadçıların qənaətinə görə ilin turizm mövsümündə və yaz aylarında ictimai yaşayış sektorunda dövriyyənin daha da artacağı gözlənilir.